Salam, bugün sizlərlə birlikdə GraphQL-in ikinci bölümünü edirik. Keçən bölümdə səs yox idi. İndi isə buradan bounce bunu eləmişdik ki, bu bounce-dur. Sonra indi sıradakı budur. İndi bu əslində videoda nümunə kimi göstərdi, onu istəyirsə. İndi burada FFX bizim tapmaya çalışdığımız qrafikdir. Şimdi bundan müxtəlif şeylər çıxmalısınız. Və indi burada sinus x çıxmaya çalışıram, amma sinus oxuyum, bəlkə kosinüsdür. Bəlkə bu biri də, amma sıxlığı fərqlidir. İki təxminən gözəl, daha gözəl görsənir. Bunu biraz kənara çəkək, görə bilək tanımaq nədir. Parabolaya oxşuyur. Məsələn, kvadrat olsa, tapdıq funksiyana. Funksiyamız sinus x üstü, yox, tərs oldu. Yox, sinus 2 üstü 2x'dir. Biraz qısa oldu deyəsəm, hardan baxırıq bilmirəm. Həritəzə başlamışam. Gəlini də edək. Buna çox oxşuyur. Yox, səhv oldu. Bu arada absolute value kimi yazıram, çünki daha qısa da absolute value, nəinki mol üretmək. Bütün buracı buradan seçmək lazımdır. O da biraz uzadır onun üçün. Görünüşə görə logaritma biraz sürətlidir. Natural log bəlkə ola bilər. Deyəsən bunu da tapdıq. Xeyr, yox. Çox kiçik bir fərq var. 2/3 olduğunu təxmin edirəm. Xeyr, olmadı. Bir dəqiqə. Təxminən bu natural logu 2 kimi gəldi mənə. Onda biz bunu 2-yə bölməliyik. Yox. 0,70 civarlarında natural logun 2'si vardı. Başqa nə var ki? Üstə gəlməliyik. Onda bu funksiyada budur. Natural log. Gəlin digərinə də keçək. Bu arada əgər buraya qədər video xoşladınızsa, kanala abunə olub like atmayı unutmayın. Təxminən kub funksiyasına oxşuyur. Hər hansı bir miqdarda çıxıldığını düşünürəm. Düzdür. Funksiyamız x kub çıxısı 4x'miş. Keçən videodan çox da sürətli gedir hələ ki. Biraz daha maraqlıdır. Bu arada xeyr, əvvəldən cavablara baxmamışam. Əgər üstə gəlsək, daha düzgün bir şey alınır. Bu funksiya. Gəlin buradan e üstü x ilə çıxaq və mənimizə baxaq.
X100 çox olub. Və 200x tam yerindədir. Onda bunu da tərs olacaq. 200x x. Sonra bu qaldı asanlıqda. Bunu da eləyək. İndi sinus x'in olduğunu bilirik. Və ya kosinus x'in artıq. Sinus olduğunu düşünürəm. Ümid edirəm ki, səs o qədər da az deyildir. Səhv yox. Devam edək. Sinus x çox da düzgün düşmür. Gəlin kosinus x'i denəyək. Bəlkə hər hansı bir söhbətdə problem olar. Kosinus yerine sinüs denemeye geri dönürüm. Mənfi 2x yaxınmış. Şimdi görsənir o. Bu arada sinüs tək funksiyadır, yoxsa cüt funksiya? Hə, tək funksiyadır, yəni 2x çıxa bilərik. İndi burada x çıxsaq və daha sonra 1 gəlsə yanılır. Onda indi sadəcə bunun tərsini çevirməliyik. Fx bərabərdir sin x üstəgəl x çıxılsın 1. Yox, çıxılsın 1. Deyil. Yox. Yazanda bir səhv elədik. Sinüs x'in gen tərs yazdıq. Səhv eləmişik bayaq, əslində düzgün funksiya bu imiş. Və asan versiya bitdi. Əgər medium, hard və impossible-larda etməmi istəyirsinizsə, yorumlara yaza bilərsiniz. Sağ olun.